19-cu əsrin 90-cı illərindən etibarən Avropa musiqisində bir-birinə paralel şəkildə inkişaf edən bir neçə cərəyan olmuşdu ki, bunlardan biri də impressionizmdir. İmpressionizm fransız dilindəki impression sözündən əmələ gəlib ki, bu da təəssürat deməkdir. Bu ad 19-cu əsrin 70-ci illərində fransız rəssamlığında qəbul olunmuş və sonradan musiqidə istifadə edilmişdi. İmpressionizm Fransanın rəsm sənətində Claude Monet, Edouard Manet, Camille Pissarro, Edgar Degas, Alfred Sisley, Auguste Renoir'ın yaradıcılığında təmsil olunub. İmpressionist rəssamlar öz emalatxanalarından canlı təbiətin qoynuna çıxaraq naturadan çəkməyə başlamışlar. Gerçəkliyin, dünyanın ilhamlı, şairənə qavrayışı ilə zənginləşdirmişlər. İmpressionistlərin sənətinin mahiyyəti, təbiət və məişətdən alınmış ani təəssüratların incə fiksasiyasından ibarətdir. Xüsusən işığın təsvirində impressionistlər yeni ştrixlər tapmışlar. Təsadüfi deyil ki, çox vaxt impressionist rəssamların rəsmlərinin əsas qəhrəmanı işıqdır deyirlər. Bu rəssamlar əvvəllər ətraf aləmdə heç kəsin görə bilmədiyi işıq effektlərini görmüş və əks etdirmişlər. İmpressionist rəssamların əsərlərinin əsas mövzusu Fransa, onun təbiəti, məişəti və insanları idi. Onların ən çox sevdikləri janr peyzaj, yəni təbiət mənzərəsi idi. Onların peyzajlarında təbiətin canlı boyaları, işıqla kölgənin xəfif bir oyunu əks olunur. Musiqi impressionizmi 19-cu əsrin 80-ci illərində meydana gəlmiş, Claude Debussy'nin simasında görkəmli nümayəndəsini tapmışdı. İmpressionizm termininin musiqiyə şamil edilməsində müəyyən şərtlilik vardır. Bununla belə həqiqətən də impressionist musiqi ilə impressionist rəssamlıq arasında oxşar cəhətlər çoxdur. Həm impressionist rəssamlar, həm də impressionist bəstəkarlar qohum mövzulara müraciət edirdilər. Yəni koloritli, janr lövhələri, portretlər, peyzajlar yaradırdılar. Onların istifadə etdikləri bədii metodda ümumi idi, yəni rəssamlarda, bəstəkarlar da alınmış ilk təəssüratın təsvirinə meyl göstərir və bununla əlaqədar olaraq monumental, möhtəşəm formalara deyil, miniatür formalara üstünlük verirdilər. Məsələn, rəssamlar portret, etüd, bəstəkarlar orkestr miniatürü, romans, instrumental miniatürə daha çox yer verirdilər. Eyni zamanda impressionist musiqidə simvolist poeziyaya, simvolizmə yaxınlıq da özünü göstərir. Simvolizm 19-cu əsrin 70-ci illərindən başlayaraq Avropa ədəbiyyatında və teatr sənətində geniş yayılmış cərəyanlardan biri idi. İmpressionistlərin musiqisində rast gəldiyimiz bəzi cəhətlər, məsələn, həyat hadisələrinin gizli mahiyyətinə maraq, ətraf aləmin seyri nəticəsində yaranan incə, güclü sezilən əhval-ruhiyyənin psixoloji vəziyyətlərin təsviri simvolizmə yaxındır. Ümumiyyətlə, simvolist poeziyaya bir çox impressionist bəstəkarlar müraciət etmişlər. Belçika dramaturqu Metterlinkin əsər əsasında Debussy, Pelléas və Melizianda operasını yazmışdı. Fransız simvolisti Paul Verlaine'in sözlərinə Debussy'nin mahnıları bəstələnmişdi. Bunlar mandolina, ariettalar, Belçika mənzərələri, akvarellərdir. Daha bir fransız simvolist şairi Stefan Mallarmé'nin poeması əsasında Debussy'nin Favnın Günorta İstirahəti adlı simfonik əsəri vardır. İmpressionizmin musiqidə bir neçə nümayəndəsi olmuşdur. Digər fransız bəstəkarları Maurice Ravel də simvolist poeziyaya müraciət etmişdi. Onun səs ilə orkestr üçün Mallarmé'nin 3 poeması əsəri, eləcə də Belçika simvolisti Emile Verhae'nin, Fransız simvolistləri Henri François Regnier'in və Paul Verlaine'nin sözlərinə mahnıları vardır. İmpressionizmdə romantizmə və 19-cu əsrin milli məktəbləri olan Macar, Norveç, Polyak, Çex bəstəkarlıq məktəblərinə xas olan cəhətlər də var idi. Məsələn, qədim dövrün və uzaq ölkələrin ideallaşdırılması,
tembr və harmoniyaların rəngarəngliyi impressionistlərin demək olar ki, romantizmdən əks etdiyi cəhətlər idi. Lakin eyni zamanda impressionistlər romantizmdə, xüsusən də onun yetkin dövründə Wagner, Liszt yaradıcılığında rast gəlinən patetik şişirdilmələrə, narazılığa, hisslərin parçalanmasına qarşı etiraz edirdilər. Əksinə, impressionist musiqidə emosiyaların təmkinli olmasına diqqət edilirdi. Əgər romantizmdə geniş miqyaslı simfonik forma xüsusiyyətləri qorunub saxlanmışdısa, impressionistlər miniatür orkestr peyzajına yaxud yığcam suitaya üstünlük verirdilər. Debussinin Nocturnlər, Dəniz kimi simfonik əsərləri, Ravelin İspan Rapsodiyası buna nümunədir. Beləliklə, musiqi janrlarında impressionizmin təsiri özünü aydın biruzə verir. Yəni, çox hissəli simfoniya əvəzinə simfonik eskizlər, fortepiano musiqisində peyzaj, proqramlı miniatür, romantik mahnı əvəzinə təmkinli reşitasiyadan ibarət vokal miniatürə maraq göstərilirdi. Opera janrına impressionizmin təsiri onda təzahür edir ki, dramaturgiyada statiklik əmələ gəlir. Psixoloji ifadəlilik dərinləşir. Musiqi ifadə vasitələrinə də tembr, melodiya və s. impressionizmin təsiri güclü idi. İmpressionist bəstəkarların lad, harmoniya, metroritim, faktura, alətləşdirmə sahəsində axtarışları musiqinin boyalı, koloristik cəhətlərinin gücləndirilməsinə gətirib çıxarır. Musiqinin əsas ifadəli elementi hesab edilən melodiyanın əhəmiyyəti impressionist musiqidə zəifləyir. Bunun əvəzinə lad harmonik dilinin, orkestrləşmənin rolu artır. Debussy və Ravel tez-tez qədim ladlara müraciət edir. Pentatonika, dorik, frigik, miksolidik. Bütöv tonlu qammadan, harmoniya sahəsində yeniliklərdən, paralelizmlərdən, bir-birinin ardınca düzülən və həll olunmayan akordlardan istifadə edirdilər. Bu akordlar ləkə akordlar adlanırdı.